Salamlar, mən biologiya müəllimi Ayşən müəllimə. Bu videoda sizə 9-cu sinif biologiya dərsliyində yer alan bəzi mövzuların izahını verəcəyəm. Bu videomuzda emosiya, yaddaş və yuxu mövzularına baxacağıq. Emosiyalar. Emosiyalar nədir? İnsan ətraf aləmə və əşyalara qarşı daim öz hisslərini təzahür etdirir. Yəni, ətrafda baş verən hadisələr, ətrafda olan əşyalara qarşı daima bizdə müəyyən hisslər yaranır. Bu hisslərin təzahürüdür emosiyalar. Emosiya sözü latın sözündən emoveo, sarsılmaq, həyəcanlanmaq deməkdir. Əziz abituriyentlər, bu sözün latın dilindən tərcüməsini mütləq yadda saxlayın. Emoveo, sarsılmaq və həyəcanlanmaq deməkdir. Emosiyalar olmasaydı, yəni insanda bəzi hisslər var ki, onların xarici mühitdə təzahürünü biz görməzdik. İnsan sevinəndə, kədərlənəndə biz onun hansı emosiyalar keçirdiyini ümumiyyətlə bilə bilməzdik. Deməli, insanda sevinc, kədər duyğusu ümumiyyətlə olmazdır. Emosiyaları adətən biz iki qrupa bölürük. Müsbət emosiyalar var, burada qeyd olunub, bir də mənfi emosiyalar var. Deməli, müsbət emosiyalar nədir? Şənlənmək müsbət emosiyadır. Sevinmək, şad olmaq, məmnun olmaq, hətta bəzən həyəcanlanmaq da müsbət emosiya ola bilər. Mənfi emosiyalara isə aiddir qəm, qüssə, kədər, acıqlanmaq, qorxu hissi, nifrət hissi, bunlar mənfi emosiyalara misaldır. İstənilən emosional vəziyyətlərdə bədəndə qan təzyiqinin artması, ürək döyüntülərinin sürətlənməsi kimi dəyişikliklər yaranır. Nəticədə qanda bioloji fəal maddələrin miqdarı artır. Emosiyalar yarananda belə reaksiyaların fizioloji rolu böyükdür. Emosiyalar yaradan belə reaksiyaların fizioloji rolu olduqca böyükdür. Belə ki, bu zaman orqanizm öz qüvvəsini səfərbərliyə alır. Bir növ orqanizmdə bir oyanış baş verir. Yəni, orqanizmi tənbəlləşməyə, inkişafdan qalmağının qarşısını alır, belə deyək. Emosiyalar bədəni bir növ oyandırır. Hər bir emosiyadan sonra ifadəli hərəkətlər olur. Yəni, bunlar emosiyanın yaratdığı gərginliyi azaldır. Məsələn, hər hansı bir emosiyanı keçirərkən onun ardınca ifadəli hərəkətlər yaranır. Mən həmişə uşaqlara deyirəm. Məsələn, biz uşaqlara hansısa bir xoş xəbəri çatdıranda uşaqlar sevinir, sevinç emosiyası yaranır və onun ifadəli hərəkətlərini hər uşaq bir cürə verir. Bəziləri yumruğunu sıxır, yes eləyir, bəziləri əl çalır və s. də müxtəlif ifadəli hərəkətlər yaranır. Bu, beləliklə emosiyanın yaratdığı gərginliyi azaldır həmin bu ifadəli hərəkətlər. İfadəli hərəkətlər nəticəsində səsin tonu, səsin intonasiyası, insanın yerişi, bədən vəziyyəti dəyişə bilir. Belə halda insanın hansı emosional vəziyyətdə olduğunu müəyyənləşdirmək mümkündür. Yəni, insan hər hansı bir emosiya keçirir. Bunu biz belə deyək də, necə görə bilirik hansısa bir insanın keçirdiyi emosiyanı? Çünki onun keçirdiyi emosiyalar müxtəlif ifadəli hərəkətlərin yaranmasına gətirib çıxardır. Və beləliklə o ifadəli hərəkətlər səsin tonunda, belə deyək, səsin intonasiyasında, yerişdə, bədən vəziyyətində, hətta mimikalarda belə müxtəlif dəyişikliklər yarada bilir. İfadəli hərəkət etməklə də müvafiq emosiyalar yaratmaq olar. Birinci dediyimiz, yəni emosiyaların ifadəli hərəkət yaratmasını biz gündəlik həyatımızda yaşayırıq, görürük. Amma bəzən elə olur ki, ifadəli hərəkətlər edərək də emosiyalar yaratmaq mümkündür. Uşaqlar, bu ancaq səhnədə, yəni bunu artistlərin obraza girməsini misal gətirərək göstərmək olar. Belə ki, artistlər, aktyorlar, aktrisalar müxtəlif obraza girirlər. Bəzən onlar özlərini qəhrəman kimi aparırlar, bəzən rolda oğru kimi aparırlar, bəzən qəddar bir rolda çəkirlər və s. Onlar, deməli, onlarda ifadəli hərəkətlər olur rola girərkən. Həmin ifadəli hərəkətlər bəzən onlarda emosiyaların yaranmasına gətirib çıxardır. Baxın, bu cümləyə baxın. Bu qəhrəmanın obrazını yaratmaqla özü də həmin qəhrəman hisslərini yaşayır və onda müvafiq emosiyalar yaranır. Bəzən valideynlər istənilən ifadəli hərəkətlər etməməsi üçün uşağı
istəyini yerinə yetirməyə çalışırlar. Növbəti dəfə uşağın arzusunu yerinə yetirməyəndə isə o ifadəli hərəkətlərini bilə-bilə artırır. Yəni hər hansı bir emosiya keçirmir uşaq. Sadəcə öz istəyini yerinə yetirməsi üçün valideynindən xüsusi bir ifadəli hərəkətlər edir ki, yəni hansısa bir emosiyanın ifadəli hərəkətlərini edir. Nəticədə uşaqda getdikcə ərköyünlük yaranır. Emosiyaların yaranmasında böyük yarımkürələri qabığının alım və gicgah payı, həmçinin baş beynin bir şöbəsi, yəni ara beyin iştirak edir. Ancaq emosiyalar əsasən nə ilə idarə olunur desək, əsasən alım payı ilə idarə olunur. Deməli, uşaqlar yadımızda saxlayırıq. Emosiyaların yaranmasında alım payı da iştirak edir. Emosiyaların yaranmasında gicgah payı da iştirak edir, yarımkürələr qabığının. Həmçinin baş beyində ara beyin şöbəsi də iştirak edir. Lakin emosiyaların idarə olunmasından söhbət gedirsə, biz deyəcəyik ki, emosiyaların idarə olunması alım payı ilə həyata keçirilir. Keçək yaddaşa. İnsanın mərkəzi sinir sisteminin köməyi ilə fərdi məlumat toplamaq, onu yadda saxlamaq və lazım gəldikdə istifadə etməklə səciyyələnən proseslər məcmusu nə adlanır? Yaddaş. Deməli, mərkəzi sinir sisteminin köməyi ilə biz hansısa məlumatı toplayırıq, onu yadda saxlayırıq, lazım gəldikdə həmin yadda saxladığımız məlumatları da istifadə edirik. Bunların hamısının məcmusu yaddaşdır. Yəni, yaddaş sayəsində bu mümkün olur. Yaddaşın formalaşmasında beyin qabığı da iştirak edir. Onun xüsusi mərkəzi yoxdur. Bu cümləni unutmuruq. Yaddaşın xüsusi mərkəzi yoxdur. Lakin beyin yarımkürələri qabığının elə nahiyələri vardır ki, onlar zədələndikdə yaddaş itə bilir. Hansı nahiyələrdir? Emosiya kimi, yəni alım və gicgah. Necə emosiyalar alım və gicgah payı ilə əlaqəli idi? Burada da yaddaşda da alım və gicgah payı zədələndikdə itə bilir yaddaş, lakin xüsusi mərkəz hesab olunmur. Müasir təsəvvürlərə görə yaddaşla əlaqəli olan beyin şöbələri bir-biri ilə qapalı zəncirlər sistemi ilə əlaqədardır. Belə zəncirlər sistemindən keçən sinir impulsları buradakı sinir hüceyrələrində baş verən biosintez proseslərində dəyişikliklər yaradır. Nəticədə yaddaşın izini daşıyan xüsusi maddələr əmələ gəlir. İmpulslar bu neyronlardan nə qədər çox keçərsə, bu maddələr bir o qədər çox yaranar. Bu səbəbdən materialın yadda yaxşı qalması üçün o daim təkrar olunmalıdır. İndi bildirmi ki, niyə biz məlumatı yadda saxlamaq üçün, uzun müddətli yadda saxlamaq üçün, daha yaxşı yadda saxlamaq üçün onu tez-tez təkrar eləməliyik. Çünki yaddaşın izini daşıyan xüsusi maddələr var ki, bu deməli impulslar bu neyronlardan nə qədər çox keçərsə, bu maddələr bir o qədər çox yaranır və bu səbəbdən də yadda qalma güclənir. İndi gəlin baxaq yaddaşın növlərinə. Yaddaşın növləri yaddaş, xatırlanma, yadda saxlama və təkrar etmə kimi proseslərdən ibarətdir. Biz bayaq bunu yuxarıda da qeyd eləmişdik deyəsən. Xatırlatma, yadda saxlama və təkrar etmə kimi proseslərin məcmusudur yaddaş. Bu proseslərin müddətindən asılı olaraq 3 tip yaddaş vardır. Yəni, yadda qalan məlumatın müddətindən asılı olaraq 3 tip yaddaş vardır. Birincisi, sensor və ya ani yaddaşdır. Reseptorlardan gələn məlumatın təsir izlərini bir neçə saniyə saxlaya bilir. Əgər daxil olan siqnallar beynin ali şöbələrini cəlb etmirsə, yaddaş izləri silinir və reseptorlar yeni siqnalları qəbul edir. Deməli, uşaqlar, sensor və ani yaddaş görürsünüz bir neçə saniyə məlumatı yadda saxlayır. Yəni, beynin ali şöbələrini əgər məlumat cəlb eləmirsə, yəni bu beynə lazım olan məlumatlar, bizə lazım olan məlumatlar deyilsə, maraqlı məlumat deyilsə, bu yadda qalmır, yaddaş deməli, izləri silinir və reseptorlar yeni siqnalları qəbul edir. Məsəl üçün, belə bir nümunə çəkək. Tutaq ki, bir sinifdə həm 4-cü qrupa, həm 1-ci, həm 2-ci, həm 3-cü qrupa hazırlaşan uşaqlar var. Tutaq ki, 3-4 uşaq bir yerə yığışıb və deyək ki, 4 uşaq bir yerdədir. Bunlardan 3-ü 3-cü qrupa hazırlaşır, biri 4-cü qrupa hazırlaşır. Bu uşaqlar burada başlayırlar tarix müzakirə etməyə. 4-cü qrup uşağı üçün tarix, yəni 4-cü qrupa düşmədiyi üçün, yəni belə deyək də, bu abituriyent dönəmində, universitetə hazırlaşan dönəmdə 4-cü qrup uşağına maraqlı gəlmədiyi üçün o qədər də onların söhbətini, yəni yadda saxlamağa çalışmır və onun beynini bu məlumatlar cəlb etməyəcək. Ona görə də məsələn sensor və ya ani yaddaşa düşəcək və bir neçə saniyədən sonra oradan silinəcək. Əgər reseptorlardan gələn məlumat vacib olarsa, o qısa müddətli yaddaşa keçir.
onlarda hazırki anda insanın fikirləşdiyi məlumat saxlanılır. Əgər məlumat təkrar daxil olmazsa, o yaddaşdan silinir. Deməli, mən həmişə uşaqlara deyirəm ki, uşaqlar, bax, dərs boyu, hazırlıqda da, elə məktəbdə də, məsələn, müəllim dərs izah eləyir və yaxud da sinif otağında hər hansı bir mövzunu öyrənirsiniz. Bu sizin mütləq qısa müddətli yaddaşınıza keçəcək və çünki bu sizə vacib məlumatdır. Onu əslində yadda saxlamağa da çalışırsınız. Onlarda hazırki anda insanın fikirləşdiyi məlumat olduğu üçün o qısa müddətli yaddaşa keçir. Əgər istəyirsinizsə ki, bunu unutmayasınız uzun müddət, onda onu, bax, burada yazılıb, əgər məlumat təkrar daxil olmazsa, bu yaddaşdan silinir. Yalnız təkrarla və ya digər yada salmalarla möhkəmləndirilən məlumatlar uzun müddətli yaddaşa daxil olur və uzun müddət ərzində aylarla, illərlə yadda qalır. Bunu da həmişə uşaqlara belə deyirəm. Deyirəm, uşaqlar, baxın, vurma cədvəlini biz ibtidai sinifdə öyrənirik, amma onu o qədər təkrar eləyirik. Müəllimlər bizə o qədər təkrar elətdirib ki, və bu bizim uzun müddətli yaddaşımıza keçib. Plus da biz gündəlik həyatımızda da yəni vurma cədvəlindən istifadə edirik. Məsəl üçün 5 kilo qəndalıq tutaq ki, kilosu 1 manatdan. Biz istifadə edirik, kilosu 5 kilo məsəl üçün tutalım, deyirəm ki, nə alaq 5 kilo? 5 kilo xurma alaq, kilosu 5 manatdan. Yəni tez onu beynimizdə vururuq da 5-i 5-ə vururuq. Yəni biz onu ibtidai sinifdə bizə çox təkrarladıblar. Uzun müddətli yaddaşımıza həkk eləyiblər. Plus da biz tez-tez də gündəlik həyatımızda bundan istifadə edirik. Sonra gələk nəyə? Məlumatın yadda qalma xüsusiyyətinə görə iki cür yaddaş var. Yadda qalma xüsusiyyətinə görə. Baxın, mütləq yadınızda saxlayın. Nəyə əsasən bölürük biz yaddaşı? Burada yadda qalma xüsusiyyətindən danışır. İki cür yaddaş var. Hansı yaddaşdır bunlar? İradi və qeyri-iradi yaddaş. Deməli, qeyri-iradi yaddaşda məlumatın yadda saxlanılması üçün heç bir cəhd olunmur. Bu yaddaş şuurun nəzarəti olmadan formalaşır. İnsanın əksər həyat təcrübəsi belə yaddaş nəticəsində qazanılır. Yəni, bu yaddaşda məlumatı yadda saxlamağa cəhd göstərmirik, yadda saxlamağa çalışmırıq və şuurun nəzarəti olmadan, bizim iradəmizdən asılı olmadan qeyri-iradi olaraq yadımızda qalır. Bəzən insan elə şeylərə, belə deyək də, türklər demiş, qulaq misafiri olur ki, heç o məlumat istəməzdir ki, onun yadında qalsın, yaddaşında qalsın. Amma yaddaşında qalır. Və yaxud da elə şeylərə şahid olur ki, görür ki, istəyər ki, məsəl üçün, bəzən görürsünüz hansısa bir mənfi halları biz istəyirik ki, heç yadımızdan silinsin, getsin. Yəni, görürsünüz yadımızda qalır, qeyri-iradi olaraq qalır. Amma iradi yaddaşda məlumatın yadda saxlanılması zamanı şuur işə qoşulur. İnsan məlumatı yadda saxlamaq üçün öz qarşısına məqsəd qoyur. Qeyri-iradi yaddaş əsasən uşaqlarda daha güclü olur. Buranı hələ saxlayaq, bura qədər baxaq. Uşaqlar, iradi yaddaş, məsəl üçün, hal-hazırda imtahana hazırlaşırsınız, hər biriniz universitet imtahanına hazırlaşırsınız və siz öyrəndiyiniz məlumatları iradənizdən asılı olaraq ciddi cəhdlə yadda saxlamağa çalışırsınız. Bu zaman şuur işə qoşulur, şuurun nəzarəti altında olur. İnsan məlumatı yadda saxlamaq üçün öz qarşısına, hər biriniz qarşınıza məqsəd qoymusunuz, məqsəd qoyur. Qeyri-iradi yaddaş əsasən uşaqlarda daha güclü olur. Yəni, onlar iradəsindən asılı olmayaraq məlumatları yadda saxlayırlar. Yadda qalan məlumatların xüsusiyyətlərinə görə, baxın, yuxarıda biz demişdik ki, yadda qalma xüsusiyyətinə görə yaddaşın növüydür. İndi isə yadda qalan məlumatın özünün xüsusiyyətlərinə görə yaddaş aşağıdakı növlərə bölünür. Məsələn, hərəkət yaddaşı var. Hərəkət yaddaşı, uşaqlar, hərəki vərdişlər əsasında hər hansı hərəkətlərin yadda saxlanılması və təkrar edilməsidir. Məsələn, idman hərəkətləri, rəqs hərəkətləri, yazı yazmaq və s. bura aiddir. Məsələn, idmançılar judo ilə məşğul olanlar, futbolla məşğul olanlar, güləşlə və s. hər hansı idman hərəkətlərini, fəndləri yadda saxlayırlar və təkrar edərək, məşq edərək onların uzun müddət yaddaşında qalmasını təmin edirlər. Bura rəqs hərəkətləri, yazı yazmaq hərəkətləri də aiddir. Sonra gəldik buradan obrazlı yaddaş. Obrazlı yaddaş nədir? Obrazlı yaddaş insanların üzlərini, səsini, təbiət lövhələrini, qoxular, musiqiləri yadda saxlamaq, təsvir etməkdir. Yəni bir növ, obrazlaşdırılan məlumatların yadda qalmasıdır. Obrazlı yaddaş artistlərdə, şairlərdə, rəssamlarda, yazıçılarda daha yaxşı inkişaf edir. Yəni bir növ sənət adamlarında daha yaxşı inkişaf edir. Görmə, eşitmə, qoxu bilmə, dad bilmə orqanları obrazların yadda saxlanılmasına və təsvir olunmasına imkan verir.
Bəzən məsələn, hansısa bir, tutaq ki, ətrin iysi gəlir və insan sanki onu xatırlayır və düşünürsən ki, yəqin ki, hər birinizdə olub bu. Bu ətir kimin ətri olubdur və yaxud da bu ətri nə vaxtsa mən istifadə etmişəmmi? Mən bu ətri nə vaxtsa yenə qoxulamışam, bu iyi mənlə tanışdır. Yəni bu kimi şeylər yəqin ki, hər birinizdə olubdur. Yəni qoxu bilməklə bağlı, bəzən dad bilməklə bağlı yaddaş olur. Sonra gəlirik emosional yaddaş. Emosional yaddaş insanın keçirmiş olduğu hisslərin daha yaxşı yadda saxlanılmasıdır. Yəni insan hər hansı bir emosiya keçirərkən, hiss keçirərkən bunun yaddaşında qalmasıdır. Emosional vəziyyətdə insanda yaranan bioloji fəal maddələr məlumatın daha yaxşı yadda saxlanılmasına səbəb olur. Məsələn, hansısa bir sevinç hissi və yaxud da nə vaxtsa bir qorxu hissi keçirmisiniz. Bu zaman bəzi bioloji fəal maddələr ifraz olunur. Bu həmin hissin daha yaxşı emosional yaddaşda qalmasını təmin edir. Emosional yaddaş hisslərin yaddaşıdır. Bu səbəbdən müsbət və ya mənfi emosiyalarla əlaqədar olan şeylər daha yaxşı yadda qalır. Bəzən məsəl üçün tutaq ki, kimləsə mübahisə edirsiniz və həmin an emosional olaraq məsələn sarsıntı keçirirsiniz və yaxud da qorxu və yaxud da həyəcan, ola bilər nifrət hissi keçirirsiniz. İllər keçir, yenə də o mübahisə gözünüzün önünə gələndə həmin hissləri keçirirsiniz. Bax bu emosional yaddaşla bağlıdır. Bir də var söz yaddaşı. İnsanın oxuduğu, eşitdiyi, danışdığı sözləri yadda saxlamaq və təkrar etmək qabiliyyətidir. Yaddaşın tipləri bir-biri ilə əlaqədardır. Bəzən məlumatın yadda saxlanılmasında bir neçə yaddaş növü də bir arada iştirak edə bilər. Bir də plus uşaqlar, burada analizatorlar əlaqədar yaddaş var. Elə bura qoxunu, dadı, görməni və s. Müqayisə edə, daha doğrusu misal gətirə bilərik. Bəzən görürsünüz, elə uşaqlar var ki, onlarda göz yaddaşı daha yaxşı inkişaf etmişdir. Tutaq ki, elə uşaqlar var ki, hətta qrafikləri, şəkilləri, təsvirləri kitabın səhifəsinə qədər deyir. Hansı hissədə də olduğuna qədər. Və yaxud da bəzən elə uşaqlar olur ki, tutaq ki, dim test toplusunda sualın nömrəsinə qədər deyir. Göz yaddaşı var. Sonra qulaqla, yəni eşitməklə bağlı yaddaş var, görməklə bağlı və s. Deməli, uşaqlar, yaddaş 25 yaşa qədər çox yaxşı inkişaf edir, 25 yaşa qədər yaxşı inkişaf edir. Özünün ən pik səviyyəsinə çatır. 50 yaşdan sonra yaddaş zəifləməyə başlayır. Bu hər insan üçün əslində individualdır. Biz sadəcə bunu belə deyək də orta statistik göstəricini deyirik. Peşə yaddaşı isə elə yaddaşdır ki, o ahıl yaşda belə qala bilir. Məsələn, tutaq ki, pinəçinin ahıl yaşda belə, yəni 90 yaşdan o tərəfə belə, 90 plusda da o əl qabiliyyəti, əl yaddaşı, peşə yaddaşı qalmış olur. Məşq etdirməklə yaddaşı daha da gücləndirmək mümkündür. Mən eşitmişəm ki, şeir əzbərləmək elə yaddaşı gücləndirən məşqlərdən ən yaxşısı hesab olunur. Sonra gələk hara? Gələk uşaqlar yuxuya. Bir dəqiqə. Yuxu. İnsan öz həyatının təxminən 1/3 hissəsini yuxuda keçirir. Tutaq ki, insan 60 il yaşayırsa, deməli 20 ilini yuxuda keçirmiş olur. Yuxu insana qida və su kimi zəruridir. Əgər insan 3 sutka ərzində yatmırsa, onun diqqəti, yaddaşı pozulur, emosiyaları kütləşir, əmək qabiliyyəti aşağı düşür. Bəzi hallarda onda müxtəlif qarabasmalar, halüsinasiya kimi bir hallar baş verir. Deməli, görürsüz burada nə deyir? Deyir, qida və su kimi zəruridir. Yəni, insan yatarkən onun əmək qabiliyyəti yenidən bərpa olunur, orqanizmin, belə deyək də, orqanlar sisteminin işi tənzimlənir, yəni istirahət edir, mütləq yatmaq şərtdir. Müxtəlif yaşlı insanların yuxusunun davam etmə müddəti cədvəldəki göstəriciləri, yəni burada müddəti verilib və gəlin bu müddətlərə baxaq. İnsanın yaşı. Yeni doğmuş uşaqların yuxuya daha çox ehtiyacı var. Onlar sutkanın 21 saatını deməli yuxuda keçirə bilərlər. 6 ay 1 yaş arasında bu 15 saata yenir. 4 yaşda 12 saata yenir. Fikir versiniz, yaş artdıqca insanın yuxuya olan tələbatı get-gedə azalır. Yaşlı insanlarda isə normada 7-8 saat yuxu kifayət edir. Uşaqlar, az yuxuda orqanizm üçün zərərlidir, amma həddindən artıq çox yatmaq da orqanizm üçün zərərlidir. Deməli, yuxu insanın dövrü olaraq baş verən funksional vəziyyətidir. Yəni, dövrü baş verir də, hər gün biz 24 saatın hardasa 7-8 saatını yatmış oluruq. Bir də burada mən sizə bir şey vurğulayım ki, uşaqlar, bəzən görürsən ki, uşaqlar var ki, deyir ki, tutaq ki, biz gecə saat 4-ə qədər, nə bilim, kinoya baxırıq və yaxud dərs oxuyuruq, müxtəlif fəaliyyətlərlə məşğul oluruq. 4-dən 8-ə qədər 4 saat yatırıq, günorta da bir 4 saat yatırıq da. Biz belə deyək də, sutka üçün 8 saatı tamamlayırıq.
Bu faydalı hesab olunmur. Burada 7 saat, 8 saat yuxu fasiləsiz yuxudan söhbət gedir və Çinli alimlərin bəzilərinin araşdırmasına görə hətta gecə saat 11-dən 2 arasına qədər yatılan yuxu daha faydalı yuxu hesab olunur. Yuxu insanı dövrü olaraq dedik ki, baş verən funksional hərəkətidir. Bu zaman onun məqsədyönlü fəaliyyəti və ətraf mühitlə aktiv əlaqəsi olmur. Yuxu yarı ölüm halı hesab olunur. Demirəm ölümdür, yarı ölüm halıdır. Yəni o ətraf mühitlə görürsüz burada nə yazıb? Bu zaman onun məqsədyönlü fəaliyyəti, ətraf mühitlə aktiv əlaqəsi olmur. Yuxu zamanı beynin aktivliyi azalmır, lakin beyin öz işini yenidən qurur. İnsanda yuxu normal fizioloji bir prosesdir. Onun müddəti insanın fizioloji vəziyyətindən də asılıdır və yaşından da asılı olaraq dəyişir. Orta yaşlı adamlarda 7-8 saatlıq yuxu təxminən 4-5 sikldən ibarət olur. 4-5 sikl. Minimum 4, maksimum 5 və hər sikl isə 2 fazaya bölünür. O həmin fazalar ləng yuxu və tez yuxudur. Əziz abituriyentlər, deməli 7-8 saatlıq yuxu 4-5 sikldirsə, bax burada qeyd olunub 4-5 sikl. Burada neçə faza olacaq? 4-ü 2-yə vuracaq. Əgər 4 sikldan ibarətdirsə, 8 faza, 5 sikldan ibarətdirsə, 5-i 2-yə vuracaq, deyəcək ki, 10 fazadan ibarətdir. Əgər məsəl üçün 5 sikldırsa, deməli 10 faza varsa, onun yarısı ləng yuxudur, 5-i ləng yuxudur, 5-i isə tez yuxudur. Bir dəqiqə. 10 faza varsa, onun yarısı ləngdir, yarısı da tez yuxudur. Gəlin baxaq bura. Ləng yuxu fazası insanın yuxuya gedən andan başlayır. Yəni yuxuya gedən kimi birinci ləng yuxu fazası gələr və bu təxminən 1 və 1.5 saat, minimum 1 saat, maksimum 1.5 saat çəkir. Tutaq ki, insan 5 sikl yuxu yatıbsa, deməli 10 faza yatıb, 10 fazanın da 5-i ləng yuxu olduğu üçün, desək ki, maksimum ləng yuxu fazasında olub, 5-i vuracaq 1.5-ə. Deyəcək ki, 7.5 saat yatıb. Yox, insan desək ki, məsəl üçün minimum sikl, yəni 4 sikl yatıbsa, minimumda 4 sikl, daha doğrusu 4 sikl yatıbsa 8 faza var. 8 fazanın da 4-ü ləng yuxu, 4-ü tez yuxudur. Deməli 4 dənə ləng yuxu yatıb və minimum ləng yuxu yatıbsa 4-ü 1-ə vuracaq. Deyəcək ki, 4 saat yatıb. İndi məsələlərdə müxtəlif formada verilir. Bu zaman maddələr mübadiləsinin intensivliyi azalır, əzələlər boşalır, ürək, tənəffüs və həzm orqanlarının fəaliyyəti zəifləyir, temperatur aşağı düşür. Fikir versinizsə proseslərin ləngiməsi gedir. Çünki fazanın adına baxın, ləng yuxu. Proseslər burada zəifləyir. Ürək döyüntülərinin sayı azalır. Döyüntünün sayı azalır, amma ürək sikli bir döyüntüyə sərf olunan zaman artır. Əzələlər boşalmış vəziyyətdə olur. Həzm orqanlarının işi zəifləyir. Ona görə də uşaqlar bax deyirlər ki, yatmazdan minimum 2 saat əvvəl yemək yeyin. Yəni yemək yeyib yatmaq olmaz. Çünki görürsüz burada ləng yuxu fazasında həzm orqanlarının fəaliyyəti də zəifləyir. Onda belə çıxır ki, həzm prosesi ləngiyir. Yəni yeyib yatmaq orqanizm üçün zərərli hesab olunur. Növbəti videoları da izləyin. Ola bilsin ki, yuxu ilə bağlı məsələlər izahını çəkib qoydum. Tez yuxu fazası ləng yuxu fazasından sonra başlayır. Yəni birinci insan yatan kimi ləng yuxuya gedir. Yəni o ya 1 saat ya 1.5 saat çəkir. Sonra gəlir tez yuxu fazası. Növbələşir də. Bir dəfə ləng yuxu, bir dəfə tez yuxu. Tez yuxu fazasının davam etmə müddəti isə 10-15 dəqiqədir. Amma səhərə yaxın tez yuxu istisna, indi onu da deyəcəyik. Çünki səhərə yaxın tez yuxunun müddəti 20-30 dəqiqəyə qədər arta bilir. Yəni, tutaq ki, insan 5 sikl yatıb. Dedik axı, hər sikldə 2 faza var. Bu deməkdir ki, 10 faza yatıb. 10 fazanın da 5-i olur ləng, 5-i olur tez. Onda o 5 tez yuxunun, indi bizə məsələnin şərtində verəcək. 4-ünü 10-15 dəqiqədən hesablayacaq şərtə görə. Bir dənə axırıncısını 20-30 dəqiqədən hesablayacaq, o da şərtdə bizə veriləcək. Deməli, bu zaman daxili orqanların aktivliyi güclənir, fikir verin, güclənir, nəbz vurğusu, ürək döyüntüsü artır. Ürək döyüntüsü artırsa uşaqlar, onda bir döyüntüyə sərf olunan zaman azalır, yəni ürək sikli azalır. Sonra tənəffüs hərəkətləri artır, tənəffüs hərəkətləri daha tez-tez tənəffüs edir, bədən temperaturu yüksəlir, gözü hərəkət etdirən əzələlər, mimiki və ayrı-ayrı əzələlər neyinir? Yığılır. Halbuki ləng yuxuda əzələlərin biz boşalmasını görmüşdük. Bəzən insanı səsləyirsən, gec oyanır. Bax, onda o ləng yuxu fazasında olur. Bəzən insanı səsləyirsən, bir dəfə çağırmaqla durur. Bir dəfə, 2 dəfə çağırmaqla durur. Onda o tez yuxu fazasında olur. Yəni, tez yuxu oyaqlığa yaxın fazadır. Və göz hərəkət etdirən əzələlər görsən, deyir, burada yığılır. Bəzən də görsən ki, insan yatıb, amma göz qapaqları hərəkət edir. Bax, bu zaman o insan tez yuxu fazasında olmuş olur.
Tez yuxu müddətinin uzanması yuxudan oyanma anında orqanizm funksiyaların fəallaşmasına səbəb olur. Sonra gələk bura. Yuxunun fizioloji təbiəti. Beyin kötüyündə elə mərkəzlər var ki, yuxu, bax bunu mütləq yadda saxlayın. Bu gəlib imtahanlarda bizim qarşımıza düşə bilər. Əziz müəllimlərə də aiddir bu. Sertifikasiya və yaxud da MIQ imtahanında. Beyin kötüyündə elə mərkəzlər var ki, yuxu, ayıqlıq və yuxuda ikən skelet əzələlərinin tormozlanmasına cavabdehdir. Məsələn, ayıq halda olan bir pişik yuxuya cavabdeh olan mərkəzini biz qıcıqlandırsaq, o başlayacaq büzüşməyə və yatmağa. Ayıqlığa cavabdeh hüceyrələrini qıcıqlandırsaq, o zaman pişik tez oyanacaq və qulaqlarını şəkləməyə başlayacaq. Deməli, beyin kötüyündə elə mərkəzlər var ki, yuxu və ayıqlıq onunla idarə olunur və yuxuda ikən skelet əzələlərinin tormozlanmasına da cavabdehdir. Yuxuda ikən hərəkətlərin tormozlanması mərkəzinin hüceyrələri dağıldıqda onlar gördüyü yuxunun hərəkətlərini təkrar edir. Yuxu görmə, gəlin baxaq görək nədir? Yuxu görmə zamanı görmə sistemində əmələ gələn oyanma beyin qabığının ənsə payına gəlir. Axı görmə bizdə ənsə payı ilə əlaqədardır. Deməli, görmə sistemində əmələ gələn oyanma beyin qabığının ənsə payına gəlir. Nəticədə burada olan sinir hüceyrələrinin fəaliyyəti başlayacaq ənsə payındakı sinir hüceyrələrinin fəaliyyəti artmağa. Nadir hallarda yuxular bəzən eşitməklə, qoxu ilə, başqa duyğularla da, nəzət olan şi ilə də əlaqəli olur. İnsan həm tez, həm də ləng yuxu fazalarında yuxu görür. Hər iki fazada yuxu görür. Amma fərq nədədir? Tez yuxu fazalarında görülən yuxular daha fantastik, əfsanəvi yuxulardır. Bəzən yuxuda durub deyirik ki, heç tanımadığımız adamı gördük, nə bilim, hansı dağa biz səyahətə getmişdik, göydə uçan maşınlar gördük. Yəni daha əfsanəvi, daha fantastik yuxular olur. Amma ləng yuxu fazasında görülən yuxular bir növ real həyatla əlaqəli, real həyata yaxın, gündəlik yəni yaşadığımız hisslərin təzahürü olur. Yəni və yaxud da az emosional olması ilə fərqlənir. Burada emosiyalar az olur. Müəyyən olunmuşdur ki, yuxu görmənin xarakteri adamın keçirdiyi hisslərdən və gün ərzində baş vermiş hadisələrdən də asılıdır. Yuxunu pozan amillər. Məsələn, rahat yuxu üçün otağın havasını yatmamışdan bir 10 dəqiqə əvvəl dəyişdirmək lazımdır. Rahat yuxu üçün eyni zamanda bax burada yazılıb, bax parlaq işıqdır, səs-küydür, müxtəlif qoxular, ətirlər, daxili orqanlardan gələn siqnallar, məsələn, açsam, mədəm boşdur, tez-tez belə deyək də səs eləyir, bağırsaqlarından səs gəlir və ya sidik hissəsinin dolu olması kimi səbəblər yuxuya mane olur. Əsas amillərdir bunlar yuxuya mane olan. Sonra az hərəkət etmək, gün ərzində yorulmamaq da yuxunu pozan amillərdən biridir. Yuxu pozulmasına səbəb olan digər amillər müasir həyatda informasiya vasitələrindən çoxlu məlumatların alınmasıdır. Bu, belə deyək də, fikir dağınıqlığına səbəb olur və bu da yuxunu poza bilir. Hətta geyim belə, yəni yuxuya təsir göstərə bilər. Yumşaq geyimlərdən, pambıq geyimlərdən istifadə etmək lazımdır. Otağın temperaturu həddindən artıq isti olmamalıdır. Bu da yuxuya təsir göstərir. Rahat yataqdan istifadə olunmalıdır. Hamısı yuxuya təsir göstərən faktorlardır. Və yuxunun gigiyenası. Sağlamlığının və iş qabiliyyətinin saxlanılması üçün insan yuxunun müddəti və şərtlərinə qoyulan gigiyenik tələblərə əməl etməlidir. Yemək ən azı yatmazdan 2 saat qabaq, baxın, 2 saat qabaq yeyilməlidir. Ağır fiziki və zehni işlər gecəyə saxlanılmamalıdır. Yatmazdan qabaq açıq havada olmaq, açıq havada gəzmək, ilıq vanda qəbul etmək, ən əsası çox yeməmək məsləhət görülür. Sonra burada məsəl üçün bir tapşırıq var, düzgün ifadələri seçin. İnsan həyatının yarısını yuxuda keçirir. Ancaq biz mövzunun əvvəlində dedik ki, insan həyatının yarısını yox, insan öz həyatının 1/3-ni yuxuda keçirir. Yəni bu yarı demək deyil, 1/3-ni yuxuda keçirir. Sonra tez yuxu fazasında görülən yuxular daha əfsanəvi yuxular olur. Bəli, fantastik yuxular olur. Döyüş görürsən, özünü döyüşçü kimi görürsən və s. Təbii ki, bunlar misaldır. Gün ərzində alınan məlumat adətən yuxuda dəyişmir. Deməli, uşaqlar, gün ərzində alınan məlumatlar adətən deyir yuxuda dəyişmir. Və baxın, ləng yuxu fazasında görülən yuxular real həyata yaxın olur. Amma biz demirik ki, gün ərzində aldığımız bütün məlumatları biz yuxuda görürük. Sonra sinir yorğunluğu yuxusuzluğa səbəb ola bilər, bəli. Yuxu görmə zamanı görmə orqanında əmələ gələn oyanma beyin qabığının gicgah payına yox, ənsə payına əslində ötürülməlidir. Görmə ənsə payı ilə əlaqədardır. Göstərilən əlamətləri cədvəlin müvafiq xanalarına yazın. Orqanizmin bütün sistemlərinin fəallığı azalacaq ləng yuxuda. Biri bura aid eləyəcəyik.
10-15 dəqiqə davam edir tez yuxu, bir dənə sonuncu tez yuxu fazası istisna, səhərə yaxın olan tez yuxu fazası istisna. Əzələlər yığılır, əzələlər yığılır. Əzələrin yığılması aiddir tez yuxuya. Bədən temperaturu aşağı düşür. Bədən temperaturunun aşağı düşməsi aiddir ləng yuxuya. Əzələlər boşalmış vəziyyətdə olur, aiddir deməli ləng yuxuya. Bədən temperaturu yüksəlir. Yüksələn proseslər aid idi tez yuxu fazasına. Sonra orqanizm bütün sistemlərinin fəallığı artır. Bu da tez yuxu fazasına aiddir. 1,5 saat davam etmə müddəti var. Bu da ləng yuxu fazasına aiddir. Uşaqlar, biz ləng yuxu üçün səhərə yaxın müddətin dəyişməsini demirik ya. Biz onu tez yuxu üçün deyirik ancaq. Baxın, burada əslində var idi. Baxın, tez yuxu üçün. Burada tez yuxu üçün bütün məlumatlar dərslikdə var. Bədən temperaturunun yüksəlməsindən danışır. Görsünüz. Sonra burada əzələlərin yığılmasından danışır. Mimiki əzələlər, göz hərəkət etdirən və əzələlər və s. əzələlər tez-tez yığılır. Sonra gəldik ali sinir fəaliyyəti. Bunu da gəlin izah eləyək. Bilmədim, mövzunun izahının əvvəlində bunu qeyd eləmişdim ya yox. Belə eləyək. Bunun üçün başqa bir video hazırlayaram. Müddət uzun olmasın, siz yorulmayasınız. Əgər izah sizin üçün faydalıdırsa, zəhmət olmasa bəyənməyi, kanala abunə olmağı, öz xoş rəylərinizi yazmağı unutmayın. Diqqətiniz üçün təşəkkür edirəm.